İnformatikanı öyrənən zaman belə bir fakt qarşımıza çıxır ki, kompüter sıfırlar və birləri başa düşür. Bu ifadəni daha düzgün şəklə gətirəsi olsaq, əslində kompüterin sıfır birləri yox, elektrik siqnalının iki müxtəlif vəziyyətini başa düşdüyünü deyə bilərik. Yəni, kompüter əslində elektrik siqnalının olmasını və olmamasını başa düşür. Siqnalın olması 1 ilə, olmaması isə 0 ilə ifadə olunur. Bəs niyə 0 və 1-lərdən istifadə edirik? Bit dediyimiz ölçü vahidinin bunlarla əlaqəsi nədir? Gəlin buna baxaq. Bilirik ki, kompüter elektrik enerjisi ilə işləyir. Həmçinin prosesor və yaddaş qurğuları da enerji ilə işlədiyinə görə, onlar informasiyanı oyuqlarda və bu yaddaşın oyuqlarında elektrik enerjisinin olması və olmamasının kombinasiyaları hesabına saxlayır. Bu oyuqlarda elektrik enerjisinin olduğu informasiyası varsa və ya olmadığı informasiyası varsa, bunlar müxtəlif kombinasiyalar yaradır və bu kombinasiyalar bizə müxtəlif informasiyalar verə bilir. Məsələn, biz klaviaturada A hərfini basdıqda, kompüterdə prosesora belə bir məlumat gedir. 2-ci və 8-ci oyuqlarda elektrik siqnalı olur, 1-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci oyuqlarda isə elektrik siqnalı olmur. Kompüter bunu başa düşür ki, əgər bu 2 dənə oyuqda siqnal varsa, qalanlarında yoxdursa, deməli, istifadəçinin istədiyi hərf A hərfidir və müəyyən proseslər baş verir, A hərfi ekrana çıxır. Bu anda mən sizə ASCII cədvəlini göstərim. Bu cədvəldə, yəni ASCII əlifbasında 256 dənə simvol yerləşir və bu simvollar kompüterə tanıdılır. Hər simvolun bir kodu var kompüter üçün. Məsələn, bayaq gördüyümüz A hərfinin kodu və hər hansı bir başqa hərfə baxa bilərik. Məsələn, kiçik R hərfi. Kodu belədir. 01110010. Yəni kompüterdə 2-ci, 3-cü, 4-cü və 7-ci oyuqlara siqnal gedəndə, digər oyuqlara siqnal getməyəndə kompüter başa düşür ki, bu kiçik R hərfidir. Bizi düşündürə bilər ki, niyə məhz informasiyanın olmamasını 0 ilə, olmasını 1 ilə ifadə edirlər? Əgər 0 və 1 ilə ifadə eləmək istəməsək, məsələn, belə bir ifadə tərzi seçə bilərik. Tutaq ki, olmursa no deyirik, olursa yes deyirik. A hərfinin kodu onda belə olacaq bizim üçün. No, yes, 5 dənə no və axırda bir dənə yes. Daha rahat ifadə tərzi isə məhz sıfırlardan birlərdən istifadə eləməkdir. Bu ifadə tərzi həm də ona görə seçilib ki, bunlar ikilik say sisteminin elementləridirlər. Necə ki, bizim istifadə elədiyimiz onluq say sistemində 10 dənə rəqəm var. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Eləcə də ikilik say sistemində də 2 dənə rəqəm var. 0 və 1. Onluq say sistemi ona görə onluq adlanır ki, onun içində 10 rəqəm var. Və ən böyük rəqəm nədir? 9. 10 çıx 1. İkilik say sistemində də ən böyük rəqəm 1-dir, 2 çıx 1. Burada 2 dənə rəqəm var, 0 və 1. Deməli, bu kodları ona görə 0-1-lərlə yaradırlar ki, kompüter, prosesor onların üstündə riyazi hesablamalar, məntiqi əməliyyatlar apara bilsin. İndi isə bit adlandırılan informasiya miqdarının ən kiçik ölçü vahidindən danışaq. Görək, bit sözü hardan gəlir, niyə sıfırları və birləri bit deyirlər. Bu baxdığımız nümunədə kompüterdə A hərfinin yaddaşı 8 bitdir. Yəni, onun tutduğu yer 8 bitdir. Daha dərinə gedəsi olsaq, belə deyə bilərik ki, kompüter üçün elektrik siqnalının olması və ya olmaması halı 1 bitdir. Yəni, 2 dənə fiziki vəziyyət var, ya siqnal var, ya da yoxdur. Bunların ikisi də yaddaşa yazılanda, ikisi də 1 bit kimi qəbul olunur. Yəni, düşünməyək ki, elektrik siqnalı yoxdursa, onu saymırıq, onu da sayırıq. Yoxdursa da bu 1 bitdir, çünki bu bir hal kimi kompüterin yaddaşına yazılır. Varsa da bu da 1 bitdir. Əgər hərfin kodunda da 8-dən 0-1 varsa, deməli bu, kompüterə gedəndə 8 dənə oyuğa informasiyanın olması və ya olmaması haqqında məlumat gedir. Bu da o deməkdir ki, bu hərfin yaddaşda tutduğu yer 8 bitdir. Deməli, siqnalın olmasını və ya olmamasını bit adlandırdığımıza görə, 0-1-lər də siqnalın olmasını və ya olmamasını ifadə elədiklərinə görə biz 0-1-lərə bit deyirik. Bəs hansı 0-1-lərə? İkilik say sisteminin sıfırlarına, birlərinə. Başqa say sisteminin yox. İki müxtəlif vəziyyətin ifadə olunduğu say sisteminin sıfırlarına, birlərinə. Elə buna görə də ikilik say sisteminin elementləri seçilib. Çünki siqnalın olması və ya olmaması iki müxtəlif vəziyyətdir. Kompüter üçün bunlardan başqa vəziyyət yoxdur. İki müxtəlif vəziyyətin olduğu say sistemi də ikilik say sistemidir. Əslində, kompüter üçün siqnalın olmasının səviyyələrinə görə də müxtəlif vəziyyətlər ola bilər. Yəni, kompüter üçün yalnız iki vəziyyət var demək tam da düzgün deyil. Ola bilər ki, siqnalın müxtəlif səviyyələrinə görə biz dördlük say sistemindən, üçlük say sistemindən də istifadə edək, amma bunlar kompüter üçün effektiv deyil. Kompüter üçün informasiyaları depolamağın
informasiyaların üzərində işləməyin ən yaxşı yolu ikili say sistemidir. Bu zaman həm gecikmələr çox az səviyyədə olur, həm də səhvlərin qarşısı alınır. Buna görə də kompüterin işləməsi üçün məhz ikili say sistemi, iki müxtəlif vəziyyət seçilib. Bəs biz niyə sıfırlara, birlərə bit deyirik? Niyə elektrik siqnalının olması, olmaması bit adlanır? Dedik ki, elektrik siqnalının olması və ya olmaması 0-1-lərlə ifadə olunur. Bəs 0-1-lər nələrdir? İkili say sisteminin rəqəmləri, yəni ikili rəqəmlər. İkili rəqəm ingilis dilində nədir? İkili binary-dir, rəqəm isə digitdir. Baxın, bit elə bu iki sözdən əmələ gəlir. Binary-nin B-si, digitin isə T-si birləşir, əmələ gətirir bit sözünü. Yəni, əslində biz, məsələn, 5 bit informasiya var deyəndə, orada 5 dənə binary digitin olduğunu deyirik. Yəni, həmin şeyin kodunda 5 dənə ikili rəqəm var, 5 dənə 0-1-in olduğunu deyirik. Deməli, artıq aydındır ki, nəyə görə sıfırlara və birlərə bit deyilir. Buna görə də biz nələrinsə kompüterdə yaddaşda tutduğu yeri tapmaq üçün istəyir mətnlərin, istəyir şəkillərin, istəyir say sistemlərindəki ədədlərin yaddaşda tutduğu yeri tapmaq üçün onları ikili say sisteminə çevirib, ikili kodlar formasında göstəririk. Və deyirik ki, onlar nə qədərsə bit yer tutur, nə qədərsə byte yer tutur, kilobayt, megabayt. Bunlar hamısı informasiya miqdarının ölçü vahidləridir. Məktəbdən bildiyimiz bir şey var, 1 byte 8 bitdir. Yəni, bitlərin ifadə elədiyi informasiya miqdarını yığcamlaşdırmaq üçün 8 biti 1 byte altında qruplaşdırırlar. Məsələn, ola bilər ki, bizdən soruşsunlar ki, kompüterdə bu gördüyünüz ədədin yaddaşda tutduğu yer neçə bitdir? Baxın, biz həmin anda bunun hansı say sistemində olduğunu soruşmalıyıq. Əgər ikili say sistemindədirsə, onda hər rəqəmin yaddaşda tutduğu yer 1 bitdir. Çünki bilirik ki, məhz ikili say sisteminin sıfırları, birləri 1 bit yer tutur. 6 dənə rəqəm var, bunların hər biri 1 bitdir deyə bu ədəd kompüterin yaddaşında 6 bit yer tutur. Soruşulan həcm digər say sistemlərində olan ədədlərin həcmidirsə, onda onları da ikili say sistemində ifadə etmək lazımdır. Məsələn, 8-lik say sistemindəki 3, 7, 6, 2 ədədidir. Bu ədədi ikili say sisteminə çevirəndə ədəd 12 rəqəmdən ibarət olur. Gəlin sizə mən bunun çevrilməsini göstərim. Ədəd 3, 7, 6, 2 ədədidir. Hər bir rəqəm üçün 4, 2, 1 şablonu yazırıq. 4, 2, 1 burada 2-nin qüvvətləridir. 2 üstü 2, 2 üstü 1, 2 üstü 0. 3, 2 ilə 1-in cəmidir deyə, 2 ilə 1-in altına 1, 4-ün altına isə 0 yazırıq. 7, həm 4-ün, həm 2-nin, həm də 1-in cəmidir deyə, hamısının altına 1 yazırıq. 6, 4 ilə 2-nin cəmidir. Ona görə yalnız 4 ilə 2-nin altına 1 yazdıq, 1-in altına 0. 2-də isə yalnız 2 iştirak edir deyə, yalnız 2-nin altına 1, digərlərinin altına 0 yazırıq. Və sonra bu kodu yaratmaq üçün bunları birləşdiririk. Əgər bizdən ədəd istənilsə, ədəd 0-dan başlaya bilməz deyə o 0-ı silirik. Amma bunlar kompüterin yaddaşında kod kimi qaldığına görə o 0-ı silməməliyik. Buna görə də deyirik ki, bu ədəd kompüterin yaddaşında 12 bit yer tutur. Bir rəqəm 3 dənə 0-1 ilə ifadə olundu deyə, 8-lik say sistemində bir rəqəmin həcmi 3 bitdir. Ədəd də 4 rəqəmli olduğuna görə rəqəmlərin sayını vurduq bir rəqəmin həcminə. Yəni, 8-lik, 16-lıq ikili say sistemlərində bu düsturu istifadə edə bilərik. Məsələn, ola bilər ki, 16-lıq say sistemində belə bir ədəd olsun. Bu ədəd 2 rəqəmlidir, deməli ədəddəki rəqəmlərin sayı 2-dir. Bir rəqəmin həcmi isə 4 bitdir. Çünki 16-lıq say sistemindən ikili say sisteminə keçəndə bir rəqəm 4 dənə 0-1 ilə ifadə olunur. 2 vur 4 bit, bu ədədin həcmi olur 8 bit. 16-lıq say sistemindən, 8-lik say sistemindən, ikili say sisteminə keçəndə bu cür rahat rəqəm ayırıb keçə bilirik. 3-ü 1 keçiririk, 7-ni 1, 6-nı 1, 2-ni 1. Amma 10-luq say sistemindən ikili say sisteminə keçəndə bu cür rahat keçə bilmirik. Ona görə də 10-luq say sistemində biz bu düsturu istifadə edə bilmərik. Yəni, indi göstərdiyim bu düsturu istifadə eləmək olmaz. Orada rəqəmləri ayırmayacağıq. Bu zaman ədədin özünü bütünlükdə çevirəcəyi ikili say sisteminə. Məsələn, bizdən soruşulur 30 ədədinin həcmi nə qədərdir? 30-un özünü ikili say sisteminə çevirəndə neçə rəqəmli olduğunu bilməyimiz kifayətdir. 30 neçə rəqəmli ədəddir? İkili say sisteminə çevirmək üçün çubuqlu bölmədən yox, tərs üsuldan istifadə edəcəyik. Yəni, qüvvətlərə ayrılma üsulundan. Soruşacağıq ki, 30-un içində 2-nin ən böyük qüvvəti nədir? 32 deyil. 30-un içində 32 yoxdur. Yəni, 2 üstü 5 deyil. Deməli, 16-dır, 2 üstü 4-dür. 2 üstü 4 var bunun içində. Əgər bunun içindəki 2-nin ən böyük qüvvəti 2 üstü 4-dürsə, bunu görən kimi başa düşürük ki, ədəd 5 rəqəmlidir. Çünki
Bu üsulun davamında biz ədədin rəqəmlərini tapmaq üçün 4-dən 0-a qədər bu formada ədədlər düzəcəyik və bu qüvvətlər hansı rəqəmlərə vurulubsa, altlarına onu yazacağıq. İkili say sistemində də 1 və 0 rəqəmləri var deyə bilirik ki, 2-nin qüvvəti varsa bu 1-ə vurulub, yoxsa deməli 0-a vurulub. Məsələn, 30 ədədi 2 üstü 4, 2 üstü 3, 2 üstü 2 və 2 üstü 1-in cəmidir. 16, 8, 4 və 2-ni cəmləyəndə 30 eləyir. Yəni bunlar 1-ə vurulublar deyə burada 4, 3, 2, 1-in altında 1 yazırıq. Amma 2 üstü 0 yoxdur deyə o 0-a vurulub kimi qəbul edirik və bunun altında 0 yazırıq. İkili say sistemində 30 ədədinin həcmi 5 bit olur. Əslində bu ədədi göstərməyə ehtiyac yox idi. Biz bu içində 2 üstü 4-ü tapan kimi artıq bilirdik ki, ədəd 5 rəqəmlidir. İkili say sistemində ədəd 5 rəqəmlidirsə, deməli, ədədin həcmi 5 bitdir. Bu qədər. İndi bunu belə başa düşdük və bu üsulu daha sadə vəziyyətə gətirə bilərik. Burada elədiyimiz nə oldu? Dedik ki, əgər bunun içində 2-dən böyük qüvvəti 2 üstü 4-dürsə, onda bu ədəd 5 rəqəmli olacaq. Yəni, mexaniki olaraq bu gördüyümüz 2-dən böyük qüvvəti 4-ün üstünə 1 gəlib 5 dedik. 4 isə 5 rəqəmlidir. Ağlımıza belə bir üsul gəlir ki, ədədin ikili say sistemində neçə rəqəmli olduğunu bilmək üçün, neçə bit yer tutduğunu tapmaq üçün, ədədin içində 2-dən böyük qüvvətin axtaraq, nədirsə üstünə 1 gələk. Amma bunu daha da sadələşdirə bilərik bu formada. 30 ədədi 2-nin hansının yaxın qüvvətindən kiçikdir? 2 üstü 5-dən, yəni 32-dən. Və salam, deməli, ədədin həcmi 5 bitdir. Bu üsul həqiqətən də işləyir. Məsələn, 32-ni yoxlaya bilərik. 32-də alınsa, deməli, düz işləyir. 32-nin özü 2 üstü 5-dir. 2-nin hansıya yaxın qüvvətindən kiçikdir? 2 üstü 6-dan. Buna əsasən deyirik ki, 6 bitdir bu. Doğrudan da 32 ədədini ikili say sisteminə çevirəndə 6 rəqəmli ədəd olacaq. Niyə? Çünki 32 özü 2 üstü 5-dir. 32-nin içində 2 üstü 5-dən başqa heç bir 2-nin qüvvətini görə bilmərsiniz cəmlənən. Çünki 32 özü 2 üstü 5-dir. 2 üstü 5 olduğunu biləndə başa düşürük ki, bu 6 rəqəmli ədəddir. 5-dən 0-a doğru rəqəmləri düzürük. 5, 4, 3, 2, 1, 0. Və sırf bir dənə 2 üstü 5 var deyə yalnız onun altına 1 yazırıq. Çünki o 1-ə vurulub. Qalanları yoxdur deyə onların altına 0 yazırıq. Ədəd 6 rəqəmlidir. Buna görə də 6 bit yer tutur. Əslində buradan başqa bir mövzuya da keçid eləmək olar. Əgər ədəd onluq say sistemində 2 üstü 5 formasında görsənirsə, deməli onu ikili say sisteminə çevirəndə yazılışında 5 dənə 0 var. Yəni bu 2 üstü 5 olmağı bizə onu göstərir ki, bunun özündən sonra, bu 1-in özündən sonra 5 dənə 0 olacaq. Çünki bu 5-dən sonra gələn rəqəm sayı 5 dənədir. 4, 3, 2, 1, 0. Bu mövzu ilə bağlı isə digər bir dərs videosunda bəhs edəcəyik.